İqlim qurşaqları haqqında danışaq. Deməli, 13 iqlim qurşağı var. Bunların 7-si əsasdır, 6-sı keçiddir. Baxaq, bir yazılan yer. Bax, burada ekvator xəttinin kəsdiyi ərazilər, ekvatorial, 2 yazılan yerlər olur subekvatorial, tropiklər, subtropik, burada sonra mülayimlər, subarktik, arktik, burada isə subantarktik, antarktik. Deməli, uşaqlar, sub nə deməkdir? Keçid iqlim qurşağı deməkdir. Məsəl üçün, ekvatorial əsasdır, subekvatorial keçiddir. Tropik əsasdır, subtropik keçiddir. Amma mülayim qurşağın subu yoxdur. Yəni, submülayim yoxdur. Hamısının subu var amma. Necə gəlir? Deməli, əsas, sub, ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subarktik, arktik, ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subantarktik, antarktik. Bu şəkildə gəlir. İndi bunun deməli nəyini bilməliyik? Hansı iqlim qurşağı, hansı coğrafi obyektlərdə yerləşir və hərəsinin özünə məxsus iqlim diaqramı var. Gəlin ekvatorialdan başlayaq. Ekvatorialınki budur, bu iqlim diaqramıdır. Bu nə deməkdir? Burası bu mavi yeri yağıntını bildirir. Bu da aşağıda aylar yazılıb. Yanvar, fevral, mart, aprel, axıra qədər. Burada da temperatur verilibdir. Bu zolaqda, qırmızı zolaq, temperaturu bildirir. Yəni ki, məsələn, bu nə deməkdir? Bu temperaturu göstərir ki, yəni burada temperatur 25-dən 25-30 arası olur il boyu. Yəni ki, ekvatorialda bilirsiniz də il boyu isti, yağışlı hava şəraiti hökm sürür. Temperatur amplitudu illik və sutkalıq zəifdir. Yəni həmişə eyni hava olduğuna görə burada bir dəyişiklik yoxdur. Və yağıntısı da çoxdur. Bu tərəfdə də yağıntının miqdarını göstərir. Yəni, məsəl üçün, bu nə deməkdir? Yağıntı il ərzində eyni miqdarda düşübdür və yüksəkdir. Bu da onu göstərir. Ekvatorial iqlim qurşağı hansı ərazilərdədir soruşsa, deməli, bax, buradadır. Ekvator xəttinin kəsdiyi yerlərə baxırıq. Amazon ovalığı, burada Kongo çökəkliyi var. Burada isə Zonda adalarıdır. Sonra keçirik subekvatoriala. Subekvatorial iqlim diaqramı budur, uşaqlar. Bu nə deməkdir? Yenə temperaturuna baxırıq ki, 20-30 arasıdır. Yəni, il boyu temperatur yüksəkdir. Amma yağıntı buradakindən fərqlidir. Baxın, yay aylarında yağıntı çoxdur. Qış aylarıdır, bu yanvardır, fevraldır, dekabrdır. Qış aylarında yağıntı azdır. Niyə belədir? Çünki subekvatorial iqlim subdur, sub. Sub da nə deməkdir? Yəni, keçid iqlim qurşağıdır. Burada yayda, deməli, ekvatorial hava kütləsi hakim olur. Yəni ki, cənubdan gəlir də hava kütləsi. Ümumiyyətlə, hava cənubdan şimala doğru hərəkət edir. Baxaq nədər? Deməli, subekvatorialda yayda ekvatordan gəlir ekvatorial hava kütləsi. Yəni, ekvatorialın xüsusiyyətlərini daşıyır. Yəni, burada 6 ay yağıntılı keçir. Qışda isə şimaldan gəlir hava, tropikdən gəldiyinə görə isti və quraq hava olur. Ona görə yay ayları yağıntılı olur, qış ayları isə quraq olur. Bir də var cənub subekvatorial. Orada da deməli bizim yay aylarımız, yəni iyun, iyul, avqust. Deməli, baxın burada görünür, baxın, iyun, iyul, avqust aylarında yağıntı yoxdur. Qış aylarında yağıntı çoxdur. Bu, ümumiyyətlə, bu zolağı ki, belə üzü aşağı gördünüz. İstənilən bir iqlim diaqramında. Bilin ki, cənub yarımkürəsidir. Çünki, uşaqlar, şimal yarımkürəsi yay aylarında isti olur. Cənub yarımkürəsi isə qış aylarında isti olur. Ona görə belə bir diaqram görəndə bilin ki, avtomatik bu cənub yarımkürəsindədir. Deməli, subekvatorial cənubda necə oldu? Qış ayları yağıntılı, yay aylarında yağıntısı yoxdur. Subekvatorialda yerləşir hansı ərazilər? Burada Orinoco, Gviana yaylaları, sonra cənub subekvatorialda Braziliya yaylası, sonra burada şimal subekvatorialda Efiopiyadır, Somalidir, sonra burada Hindistan yarımadası, Hindi-Çin yarımadası, burada həmçinin deməli, burada Filippin adaları, aşağıda Arnhem, Cape York yarımadaları olur subekvatorial iqlim qurşağında. Daha sonra baxırıq, deməli, hansı gəlir? Tropik iqlim qurşağı. Tropikə fikir verin. Tropikin tipləri var, uşaqlar.
Hə, deməli tropikin 2 dənə tipi var. Uşaqlar, tiplər bu hissəyə yazılır. Bu tropik iqlim qurşağıdır da, bu 3 ilə verilənlər, tünd sarı. Tipləri isə deməli 2 dənə tipi var. Quru tropik, bir də var rütubətli tropik. Quru tropik nə deməkdir? Bax, burada da diaqramda görsənir ki, yəni yağıntı yoxdur. İl boyu yağış düşmür də, səhralıqdır. Temperatur isə bax görürsüz yüksəkdir. 30-dan artığa qədər qalxa bilir burada temperatur. Deməli, tropikin 2 dənə tipi oldu. Ekvatorialla subekvatorialın tipi yox idi, amma tropikin tipləri var. Baxaq, deməli 3A quru tropikdir, 3B rütubətli tropikdir. Uşaqlar, bu Mərkəzi Amerika ki var, bax burada 3B-dir, yəni rütubətli tropikdir bu ərazilər. Ümumiyyətlə, materiklərin şərqi adətən rütubətli olur, qərbi isə səhra. Baxaq, burada nə görürük? Florida, Yucatan yarımadası, sonra burada Yamaikadır, Kuba adalarıdır, yəni West Hind adaları, sonra Panamadır, Mərkəzi Amerika ölkələridir, burada Meksikanın özüdür, həmçinin yerləşir rütubətli tropikdə. Tropik iqlim qurşağı Afrikada isə 3A-dır, yəni quru tropikdir. Burada böyük səhra idi, Libya, Nubiya, Namib deyirəm, üzr istəyirəm. Libya, Nubiya səhraları, Namib aşağıdadır. Aha, bura quru tropikdir. Həmçinin Ərəbistan yarımadası, İran yaylasının bir hissəsi olur. Quru tropik və uşaqlar görürsünüz ki, Asiyada tropik iqlim zolaq təşkil etmir. Tar səhrasında qırılır. Burada Tar səhrası yerləşir. Tar səhrasında qırılır, çünki buradan musson hava kütlələri gəlir və tropik hava kütləsinin qarşısını alır. Aha, tropik cənubda isə, bax burada görürsünüz, cənub yarımkürəsində, Braziliyanın şərq tərəflərində, həmçinin burada, bu tərəfdə Atakama səhrası əraziləridir. Sonra gəlir Afrikanın cənub hissələrində, burada Kalahari idi, sonra burada Namib səhrası idi, sonra Madaqaskarın cənubu idi. Həmçinin deməli, Avstraliyanın böyük bir hissəsi quru tropik iqlimdə yerləşir. Sonra deməli, hələ ki bunları izah edeyim, növbəti videoda o birlərini deyərəm.